Salam. Törəmə integral arasındakı əlaqəyə baxaq. İlk öncə baxaq görək törəmə integral ümumiyyətlə ən sadə yolları nətər tapılır. Ümumiyyətlə x üstü n törəməsini biz tapmaq istəsək nə etməliyik? Bu n keçməlidir qabağa, n vuraq. X-in üstü 1 vahid azalmalıdır. N çıx 1. Всё. Törəmə belə tapılır, yəni ən qısa qaydada. Yəni məsələn, x üstü 4-ün törəməsini tapmaq istəsək, bunu çoxlu işləyib adamın əli öyrəşməlidir. 4 keçir qabağa, üstə 1 vahid azalır. 4-dən gəldi 3-ə. Всё. Məsələn, x-in üstü 5-in törəməsini tapsam, 5x-in üstü 4 olacaq və yaxud da 2x-in üstü 4 tapsam, bu 2-yə dəyməyəcəm, məsələn, bunun törəməsini tapsam. 2-yə dəymirik, x üstü 4-ün törəməsini tapırıq. Yəni 2 vuraq, buna törəməsi 4x kubudur, cavab verir 8x kubu. Törəmə belə tapılır. İnteqralı törəmənin tam əksidir əslində. Mənasını anlayaq. Məsələn, bizə deyilsə ki, integral x, bu dx də bura əslində dim riyaziyyatında hələ ki bu dx-ə yer verilmir, yəni nə deyil, narahat olmayın. Əsas siz buna fokuslanın. Onsuz ki bu bir təkrar videosudur. İmtahana 3-4 gün qalmış çəkirəm. Bu nə deməkdir? Nəyin törəməsi x eləyir, onu tapırıq. O da yenə də bir düstur verək, formul verək o cəhətdən də. Məsələn, x üstü n-in inteqralını tapmaq üçün biz kəsr xətti çəkməliyik. Yuxarı onun üstünü 1 vahid artıraraq yazmalıyıq. Aşağıda yazmalıyıq həmin bu n plus 1-i üstünü artırdığımız ədədi. Üstə də bir dənə s gəlməliyik. Və salam, qutardı getdi. Məsələn, bizə deyilsə ki, modulda üzr istəyirəm, integral dx nə olacaq? Üstü artırıq 1 vahid. Yəni burada n plus 1 var da. Üstümüz nədir? Kəsr xətti çəkirik. Üstümüz 1-dir də. Artırıq buna yerik 2. Aşağıda bölürük 2. Üstə də gəlirik s. Yəni bunun riyazi mənası odur ki, bu aldığımız cavabın törəməsi bizə həmişə həmin bu inteqralın daxilindəki ədədi verir. Zaten inteqralla törəmə bir-birinin əksindərkən biz bunu nəzərdə tuturuq ki, nəyinsə inteqralını tapanda aldığınız cavabı törəmələsəz, həmin o ədədi alacaqsınız. Gəlin məsələn, yoxlamaq üçün x kvadratı bölək 2-nin törəməsini tapaq. Və əslində 2-də 1 x kvadratı deməkdir, bunun törəməsini tapırıq. 2-də 1-ə dəymirik, sadəcə x kvadratının törəməsini tapırıq. O da 2-də 1, bunun törəməsi 2x eləyəcək. 2-lər də gedəndə artıq burada qalacaq x. Gördünüzsə, burada da x var idi, yəni biz düz deyirikmişik ki, nə isə inteqrallayanında aldığınız cavabı törəmələsəz, həmin o ədədi alacaqsınız. Всё, törəmə ilə inteqralın həndəsi riyazi mənası buydu. İndi biz bunları daha da genişləndirək. Qısa formullar üzrə, hazır düsturlar üzərində yoxlayaq. İndi biz bilirik ki, birincidən başlayaq. Bilirik ki, x-in inteqralı, ümumiyyətlə hər hansı bir dəyişənin inteqralı 1-dir. O da hardan çıxır? O da əslində bu düsturdan çıxır, bayaq qeyd elədiyim. Necə tapacağıq? Üstümüz 1-dir də, yazılmasa belə 1-dir. Üst gəlir keçək qabağa. 1. Dəqiqə bunu dəyişək. 1. Üstü isə 1 vahid azalacaq. Üstü nə idi? 1. Keçdi qabağa. Qaldı. İndi 11 vahid azalmaq lazımdır. 1 çıx 1. Cavab eləyəcək 1 vuraq x-in üstü 0. X üstü 0 da 1 olduğu üçün nəyinsə üstü 0-dırsa o 1-dir. 1 dəfə 1 eləyəcək 1. Ona görə də x-in deməli törəməsi bizə verir 1-i. İndi bizdən soruşsa ki, integral dx, zaten burada 1 var da, tapmalıyıq ki, nəyin törəməsi, oradakı nəticə bunu bilmirik də, məsələn. Burada bir ədəd var, bunun törəməsi bizə verir 1-i. Zaten integralın riyazi mənası oydu da ki, integralın aldığınız cavabın törəməsi bizə həmin o ədədi verir. Buradakı ədədi verir. Heç nə. Mən də bilirəm ki, x-in törəməsi mənə 1 verir, x olur, üstə də bir dənə s yazırıq, qutardı getdi. İkinciyə baxaq. Kx-in törəməsi. K burada bir ədəddir. Bunu da bayaq əslində qeyd elədim. Məsələn, bizə deyilsə ki, 2x-in törəməsini tap. Onda buradakı 2-yə dəymirsiniz, 2 qalır. Sadəcə x-in törəməsindən işləyirsiniz. X-in törəməsi. 2, x-in törəməsi burada qeyd etdiyim kimi isbat da verdim ki, nədir? 1-dir. Yazırsınız 2. Ona görə də, məsələn, kx-in törəməsi k-dır. 2x-in törəməsi, məsələn, 2-dir. 4x-in məsəl üçün törəməsi 4-dür. Bundan tapırıq. Və bizdən soruşsa ki, integral k dx nədir? Yəni, nəyin törəməsi bizə verir k-nı? Yəni də kx yazasınız. Məsələn, bu nümunə olaraq nə yazmaq olar? İntegral, məsələn, 2. Nə yazacaq? Əlbəttə ki, 2x yazacaq. Çünki bunun törəməsi bizə verəcək 2-ni. Üstə də atırıq bir dənə s. Всё. Keçək üçüncüyə. Bunu da bayaq əslində qeyd etdim ki, x üstü n-in törəməsi nədir? Qaydadır, yəni əslində bayaq ilk ikisini də bu yolla izah elədik ki, üst keçir qabağa,
və həmin ədəd üstə bir vahid azalır. Məsəl üçün, bunu əslində nümunə çox yazdıq, yenə də yazaq. Məsələn, x üstü 7-nin törəməsini tapsam nə olacaq? 7 keçəcək qabağa, 7 vuraq x üstü 6. Və yaxud da x üstü 8 törəməsini tapsam, olacaq 8 x üstü 7. Yəni, üst keçir qabağa və bir vahiddə azalır. İnteqrallar isə onun tam əksidir. Yəni, məsələn, x üstü n-in inteqralını tapsam, kəsir xəttə çəkirəm. Bayaq qeyd etdiyim kimi, üst bir vahid artırılaraq promoy şəkildə üstə yazılır. Aşağı da həmin o üst yazılır. n plus 1 üstə də s yazılır. Zaten bunu təzən törəməlisəz, bunu alasınız. X üstü n alasınız. Gəlin, bunu da bir nümunə yazaq. Məsələn, integral x üstü 9. Əslində, bunları ayda bayaq yazmışdım, yenə də yazıram. Kəsir xətti çəkirəm, üst x üstü 9 da bu. Bunu artırıq bir vahid, x üstü 10, üstünü artırdıq. Aşağıda həmin bu 10'u yazıram, heç uğraşmayın da. Burada nə yazılsa, burada onu yapışdırın. Üstüdə bir dənə s. Qutarda getdi. Dördüncüyə baxaq. ln x-in törəməsi. Bunu yadda saxlayın, ümumiyyətlə qayda olaraq yadda saxlayın ki, ln x-in törəməsi nədir? Ln x-in törəməsi bir dənə 1 bölü x-dir. Bunu bir mənalı olaraq yadda saxlayın. Bizə də versələr ki, məsələn, integral 1 bölü x nədir? Nəyin törəməsi 1 bölü x verir? Ln x-da. Prosta burada bir dənə modul işarəsi var. Bu nüansı yadda saxlayın. Çünki bu nəyə görə var? Bu ln, məsələn, loqaritmi a əsasdan b-də, bu b həmişə müsbət olmalıdır. Sıfırdan müsbət sonsuzluğa da. Ona görə də buradakı x-in aralığını vermədikləri üçün, x-in nə olduğunu bilmədiyimiz üçün biz hər ehtimala bu ln-ə modul x yazırıq. Ki, bir oradakı x mənfi olar, onda işlər dəyişməsin. Çünki axı biz bura müsbət şərt vermişik, orası sıfırdan müsbət sonsuzluq olmalıdır. Ona görə orada koruma amaçlı bir dənə modul işarəsi atılır. Bu da belə. 5-ciyə keçək. A üstü x-in törəməsi. A üstü x-in törəməsi də qayda olaraq yadınızda saxlayırsınız ki, A üstü x-in törəməsi A üstü x vuraq ln adı. Məsələn, 4 üstü yapışmışıq 4-dədir. Məsələn, 7 üstü x-in törəməsini tapsam, sadəcə 7 üstü x vuraq ln 7 yazırıq. Fisyo, bununla da gedir. Amma məsələn, bizə integral A üstü x dx desə, məsələn, integral 7 üstü x-i tapsaz, onda yenə də kəsir xəttə çəkirsiniz. Bu zaman ln-ə vurmaq yerinə ln-ə bölürsünüz. ln 7, üstə də bir dənə s gəlirsiniz. Bu qədər. Törəmədə vurursunuz, integralda bölürsünüz. 6 da əslində onun kimidir. Eynisidir də. Prosta, yəni bu 5 ilə 6, ümumiyyətlə bu 6 VIP bir şeydir. Əslində eyni şeylər, sadəcə bunu bura hazır yazıblar. Gəlin, bunun isbatını verək. Nəyə görə belə olur? Bu y üstü x də A üstü x-in bir növüdür. Prosta y üstü x-in biz törəməsini tapanda əslində y üstü x vuraq ln y yazmalıyıq da, düzdür? Burada A üstü x vuraq ln A, burada da y üstü x vuraq ln y. Və ln y-də əslində ln-i bilirsiniz ki, loqaritma y əsasdan nədir də? Yəni bunu ln yazırıq. Məsələn, lg nədir? Loqaritma 10 əsasdan nədirsə. ln də loqaritma y əsasdandır. Yəni ln y əslində loqaritma y əsasdan y deməkdir. Bu da bizə verir 1-i. Ona görə də burada avtomatik 1 qalır. O da gedir də, yəni 1-dir. 1 nəyə vursaz həmin ədəd edir. Ona görə də y üstü x-in törəməsi y üstü x vuraq ln y-dən. Bu da 1-də axı. Y üstü x vuraq 1, cavab eləyəcək y üstü x. Buradan alınır. Yenə də eyni. Y üstü x-in integralını tapanda da eyni bunun integralı kimi eləyəsiniz. Y üstü x-in integralı y üstü x bölək ln y, üstə gələk s. ln y-də nədir? 1. Yəni nəyi 1-ə bölsəz dəyişməz. Ona görə y üstü x plus s olacaq. Bu da bunun bir xüsusi halı. 7-ciyə keçək. Sinus x-in törəməsi kosinus x-dir. Yenə də bunu da yadda saxlayırsınız ki, sinus x-in törəməsi əzbər olaraq, bir mənalı olaraq kosinus x-dir. Və bizə desələr ki, kosinus x integralı nədir? Yadda saxlamalıyıq ki, yenə də buranı bilmirik. Nəyin törəməsi bizə kosinus x-i verir? Cavab olacaq sinus x-də. Yəni sinus x-in törəməsi bizə kosinus x-i verir. Biz artıq bunu törəmə dərsindən əzbər bildikdə, yəni bura mənim kimi hazır yazmayacaqlar. Bunu siz əzbər bilməlisiniz. Yəni ona görə də nəyin törəməsi bizə kosinus x-i verir? Cavab yazırsınız bura sinus x, üstüdə bir dənə s yazırsınız, qutardı getdi. Məsələn, 8-də də bilməlisiniz ki, kosinus x-in törəməsi nədir? Mənfi sinus x-dir. Yəni bizdən də təzəndən bunu artıq əzbərdə, bunu artıq bildik, qutardı getdi bu. Bizə desələr ki, sinus x-in integralı nədir? Yazacağam ki, nəyin törəməsi sinus x-i verir? Deyəcəm ki, bilmirəm, yəni mən nəyin törəməsinin sinus x olduğunu bilmirəm. Amma mən bilirəm ki, kosinus x-in törəməsi mənfi sinus x-dir. Onda mən bura bir dənə mənfi atacağam və bunun da törəməsi mənfi sinus x-dir. Bu mənfi ilə bu mənfi bir-birini
vuracaq, müsbətə çevriləcək, müsbət sinus x olacaq. Ona görə də kosinusun törəməsi mənfi sinus x-dir. Buradakı mənfi də qabağına atırsınız ki, o mənfilər bir-birlərini müsbət eləsin və məndən soruşulduğu təmin olunsun. Yəni, sinus x-in də inteqralı buradan kosinus çıxacaq. Ümid edirəm ki, aydın oldu. 9-10-da zaten bunlar artıq əzbərə qalmış bir şeydir. Tangensin törəməsi 1 bölü kosinus kvadratı x-dir. Onu da hardan çıxarda bilərsiniz? Lazım olsa çıxardaram. Tangens x-in törəməsi sadəcə olaraq videoda vaxt yoxdur. Tangens yazasınız sinus bölü kosinus şəklində. Bunun törəməsi kimi. Zaten u böl v-nin törəməsi kimi yazasınız. Bu da belə olacaq da. V-nin törəməsi vuraq u. Üstə gələk həm. V vuraq u-nun törəməsi. Aşağıda da v-nin kvadratı yazasınız. Həm, sonra 9-da da yeni dediyim kimi bu qaydadır, bu düsturdur. Bunu biləsiniz və tangensinin törəməsi artıq bilirsiniz ki, 1 bölü kosinus kvadratı x-dir. İntegral da 1 bölü kosinus kvadratı dx-dən yazasınız ki, nəyin törəməsi mənə bunu verir? Tangensin törəməsi verir. Üstə bir dənə siyah atırsınız. Kotangens də əzbər. Kotangensin törəməsi, bu da həmçinin kosinus bölü sinusun törəməsindən çıxacaq. U böl v-nin törəməsi kimi həll eləyəsiniz. Axırda alasınız ki, budur cavab. Və sizdən soruşanda ki, eyni buradakı məsələ, qabağa mənfi atmaq məsələsi. Burada mənfi var idi, onu silmişəm. Mənfi atmaq məsələsidir ki, sizə deyəcək ki, 1 bölü sinus kvadrat x-in integralı nədir? Siz də deyəsiniz ki, mən bilirəm ki, kotangensin törəməsi mənə mənfi 1 bölü sinus kvadrat x-i verir. Amma bu məndən müsbət soruşduğu üçün bunu da qabağına bir mənfi atacağım ki, bunun cavabındakı mənfi ilə bundan. Bu mənfi bir-birini vursun və müsbətə çevrilsin. Bu qədər. Ümid edirəm ki, faydalı oldu.